Qarışıqların ayrılmasının bir üsulu da maqnit üsulu ilə ayrılmadır. Bu üsulda yalnız 3 metal var ki, onların maqnit xassəsi var. Dəmir, kobalt və nikel. Bu metallar maqnit tərəfindən cəzb olunur. Ona görə bu metalların başqa nə iləsə qarışığı varsa, maqnitlə bu metalları ayırmaq olar. Necə olur? Məsələn, bu bir nümunənin şəklini görürsüz. Sarı rəngdə olan kükürt tozudur, qara rəngdə olan isə dəmir tozudur. Bunları qarışdırsaq, qarışıq vəziyyətdədir. İndi hal-hazırda onu biz başqa hansı üsulla ayıra bilərik? Çox çətindir ayırmaq. Hər ikisi toz halındadır. Ona görə maqniti yaxınlaşdırırıq. Maqnit onlardan birini, yəni dəmiri cəzb elədi. Bu şəkildə görürsüz. Yalnız dəmir cəzb olundu. Tamamilə dəmir ayrıldı. Yəni o qədər təmiz ayrıldı ki, artıq kükürdün içərisində dəmir var deyə bilmərik. Çünki maqnit hamısını cəlb edir.